Xoş gördük hamınızı dostlar. Deməli, birdən-birə qərar verdim ki, sıfırdan order flow dərsləri çəkim. Hər kəsə açıq. Yəni ki, modellər yox, sadəcə olaraq order flow-la bağlı təməldən orta səviyyələr qədər bilməyiniz gərəkli olan hər şeyi bu video seriya boyunca öyrədəcəm. Ola bilsin ki, uzun videolar olacaq, ola bilsin ki, qısa videolar olacaq. Amma tək məsələ orasındadır ki, axıra kimi çalışın ki, səbirlə baxın. Çünki bir şey deyim ki, bizim bu sahədə əgər ingiliscə bilmirsinizsə, onsuz ingiliscə kanallar da azdır. Türkcə ola bilsin var. İngiliscə amma çoxdan bizim dildə əgər ki axtarırsınızsa məncə bilmirəm, bəlkə də var, amma yəqin ki böyük ehtimalla yoxdur. Bunun əsas göstəricilərindən biri də odur ki, mən görürəm ki, çox yanlış söyləmlər arada dolaşır. Bəziləri order flow-a trend deyir, nə bilim, güc deyir və yaxud da başqaları fərqli anlayışlarla öyrədir. Eləsi var ki, adı xoşuna gəlib deyə öz strategiyasının adına qoyub. Ona mənim bir sözüm yoxdur, kiminsə öz strategiyası varsa. Sadəcə demək istədiyim odur ki, gerçək order flow nədir? Ən sıfır təməldən başlayaraq çalışacağım ki, marketin ən arxasını öyrənəcəksiniz burada. Level 2 data ilə işləmək və s. bunları öyrənəcəksiniz. Platformalar və s. onları da get-gedə öyrədəcəm. Hansılar lazım olacaqsa sizə. Yəni, narahat olmayın. Çox sadə formada izah edəcəm. Yəni ki, lore dilində. Hər şey lore dilində. Ön sözümü dedimsə, birbaşa giriş eləyək elə öyrənməyə. Deməli, bu dərs haqqında olacaq. İlkin ən təməldən başlayırıq. Normalda, yəni təməldən başlamamış, birdən-birə yuxarı hoppananda çətinlik çəkəcəksiniz. Ona görə də məsləhət görürəm ki, ən təməldən mən burada ağzımdan nə çıxırsa, onları qeyd götürərək belə öyrənin. Və sıfırdan da başlayırsınızsa, motivasiyalı davranmağınızı məsləhət görməzdim. Çünki motivasiyalı bir dəfə videonun axırına kimi baxacaqsınız, sonra gedəcəksiniz, mən növbəti video yükləyəndə yatacaqsınız, maraqlı olmayacaq. Və şablon disiplinlə şey eləyin, onu da demirəm sizə. Sadəcə olaraq bu inancları beyninizdən çıxardın. Çünki əslində bir şeyin fərqinə vardım ki, insan davranışlar, insan ümumiyyətlə manipulyasiyaya açıq bir varlıqdır. Amma ən rahatlıqla insanın davranışlarını manipulyasiya edən onun düşüncələridir. Çünki düşüncələr bizə aid deyil. Düşüncələr tamamilə beynimizdəki olan düşüncələr tamamilə randomdur. Və bizdə bacaracağımız bir şey var ki, düşüncələri biz observ eləyək, müşahidə edək. Yəni ki, bu inanc sisteminizi siz orada idarə etməlisiniz ki, düşüncələr, yaradılan düşüncələr hansılar ki, sizin davranışlarınızı manipulyasiya eləyir, onları da eyni zamanda idarə edə biləsiniz. Deməli, başladıq. Market, iştirakçıları və əmrlər. İlk öncə ən lore dildən başlayacağım. Sizin bildiyiniz dildən izah edəcəm. Market deyəndə bunun bazarla, baxın, meyvə-tərəvəz satılan bazarla buranın fərq qoymayın. Bir fərq qoymayın. Bura daha düzdür, çox iştirakçı var, daha dinamikdir, daha volatildir. Amma meyvə satılan bazarla buranın arasında elə də böyük bir ciddi fərq yoxdur. Ona görə də elə bir fərq qoymayın. İndi keçdik şeyə. Əmrlər, birinci market iştirakçıları haqqında danışım. Yəni, market iştirakçıları və onların əmrləri necə işləyir? Yəni ki, burada bəziləri də düşünür ki, market iştirakçıları retailləri ovurur. Yəni, bizim kimi balaca funded traderlər olsun, öz depozit edən traderlər olsun, onları ovurur. Xeyr, market iştirakçıları çox böyükdür və retaillər bir gündə bazarda dönən ümumi həcmin 5%-ni ortalama təşkil edir. Yəni, retaillər marketə hərəkət verə bilməz. Heç bir halda marketə hərəkət verə bilməz retaillər. O kənar-künar datası tənzimlənməyən Zimbabvedə cəngəllikdə broker hesab açanlardan da, broker şirkət açanlardan danışmıram. Futures marketdən danışıram. Hansı ki, datanı siz
Comics-dən əldə edirsiniz, Chicago Mercantile Exchange-dən əldə edirsiniz və s. Mən onlardan danışıram. Deməli, necə işləyir market əmrləri və iştirakçılar? Çox böyük iştirakçılar var. Məsələn, hedge fondlardır, institutionlardır, mərkəzi banklardır və s. Bunlar haqqında danışmağa heç ehtiyac yoxdur. Əsas marketə hərəkət verən şeylər bunlardır. Və bunlar da smart money deyil. Bunlar da smart money konseptlərlə və s. də bu kimi şey zibilləndə işləmir. Market bunlarla işləmir. Institutionlar gerçək order flow toolları istifadə edir, bəli. Məsələn, volume weight average price, volume profile bu kimi toollardan istifadə edirlər. Amma ki, heç bir olub bitmiş qrafikin üstündə bəzəmə aparmırlar. Əmrlər haqqında danışacağam ilk olaraq girişdən əvvəl. Birinci, biz əmrlərin necə işlədiyinə baxaq. Buranı da izah edəcəm nədirsə. Deməli, market əmrləri tutaq ki, siz short pozisiyası giribsiniz. Elə deyilmi? Siz shorta girəndə short düyməsini bastığınızda orada sell əmrini basırsınız siz. Sell. Yəni satış əmri verirsiniz siz shorta girəndə. Shorta girəndə satış əmri verirsiniz. Bura siz elə düşünürsünüz ki, take profit qoyursunuz. Elə deyilmi? Amma siz oraya take profit qoymursunuz. Siz oraya alış limit əmri qoyursunuz. Ucuz qiymətdən alış limit əmri qoyursunuz. Və eyni zamanda stop loss yerinə də yenə alış əmri qoyursunuz. Alış stop əmri qoyursunuz. Birinci take profit və stop loss anlayışlarını birinci anlayın. Bunlar nə deməkdir? Bunları təməl olaraq başa düşsəniz yaxşıdır. Yəni, buradan satış elədinizmi? Hər iki tərəfə alış əmri qoyursunuz. Bu nə deməkdir? Siz hansı halda qazanırsınız? Baha qiymətdən satıb da qayıdıb ucuz qiymətdən alsanız qazanmış olursunuz. Yox. Ucuz qiymətdən satıb da qayıdıb gedib baha qiymətdən alsanız itirmiş olursunuz. Gəldik long pozisiyasına. Siz long açanda da eyni girişdə buy, yəni alış market əmri verirsiniz. Fərqi yoxdur. Limit əmri belə alsanız oraya çatdığı anda alış marketdən icra eləyəcək. Ondan sonra hədəfə nə qoyursunuz? Sell limit. Yəni, take profit deyil. O take profit sizə istifadəçilərə daha rahat başa düşülən olsun deyə, daha çox retailin brokerlarda və s. itirsin deyə, onların ciblərinə sərf edir deyə belə adlandırırlar. Take profit, stop loss. Biraz daha da emosional təsir eləsin deyə. Amma əslində olan siz əmr verirsiniz. Əmr. Burada ya baha alıb ucuz satırsan, ya baha satıb ucuz alırsan. Bu iki halda qazanırsan. Burada da nə deməkdir? Alış marketdən aldın, burada satış limit əmri qoydun. Əgər ucuz alıb baha satsan, qazanacaqsan. Yox, əgər buradan alıb da daha aşağı qiymətdən satsan, itirəcəksən. Market bundan ibarətdir. Əmrlər açmaq, açılan əmrlərin səbəbləndirməsi budur. Giriş anında longda buy market əmri verirsiniz, satışda isə sell market əmri verirsiniz. İndi gəldik ki, bazarda indi əmrlər, qrafik niyə hərəkət edir? Bunu başa düşək. Başa düşdükdə ümumiyyətlə əmrlər nədir? İndi onu başa düşək ki, bunlar nədir bura çəkdiyim? Bu depth of marketdir və yaxud da siz buna DOM, belə qısaldılmış formasında buna DOM deyilir. Platformaların əksəriyyətində var. Ritmik platformalar olsun və yaxud da məsələn Topstep X olsun, o Project X-in özündə də bu sadə bir tool kimi də istifadə etmək olar. Yəni belə, depth of marketdir bu. Bu nədir? Yuxarı qiymətlər nələri göstərir? Bax, burada birinci əmrlər qoyulur. Baxın, məsələn 5 dənə burada, 15 burada. Bu nə? Yuxarı qiymət nəyi göstərir? Satış limit əmrləri. Niyə satış limit əmrləri yuxarıdadır? Çünki bunlar yuxarı qiymətdən satmaq istəyir. Gözləyirlər ki, qiymət yuxarıya çatsın, bunlar yuxarı qiymətdən satsın. Məsəl üçün bazardır. Bunlar tutaq ki, qiymət hədləri qoyaq da bura daha rahat olsun başa düşmək. Tutaq ki, bura bazardır. Bunu silim. Burada almanın qiyməti var.
Bu yuxarı qiymətlərdir. Burada alma 1 kilosu 15 manatdır. Burada olsun 10 manat. Biraz daha azaldım, daha rahat başlayır. Burada olsun 10 manat. Burada 5 manat. Burada 3 manat. Burada 2 manat. Burada 1 manat. Bu 1 kiloqram almanın deyək ki qiymətləridir. Bunlar yuxarı qiymətlərdir, burada aşağı qiymətlərdir. Elə deyilmi? Bu nəyi göstərir? Tam ortada, tam nöqtəsinə var. Bu onu göstərir ki, hal-hazırda qiymət buradadır. Candle-ın açılışıdır. Bu ilə başa düşün ki, candle-ın açılışıdır. Burada almanın 1 kiloqramının qiyməti neçəyədir? 5 manat. Eyni Nasdaqın da qiyməti. Baxın, burada indeksin qiyməti var. 20.520, 20.600, yəni belə qiymətlər var. Yuxarı qiymətlər, aşağı qiymətlər. Yuxarı qiymətlərdə satış limit əmrləri var. Bu nə deməkdir? Nə deməkdir? İndi izah edəcəm. Deməli, burada bu gəldi. Marketə bir dənə iştirakçı gəldi. Bu iştirakçının deyək ki, əlində 1 kilo alması var. 1 kilo alması var. Bu 1 kilo alması var. Bizə dəqiqə, İstəyir ki, bunu 15 manatdan satsın, elə deyilmi? Bu alıcı gəlir də burada üstünə çek yapışdırır. Üstünə almanın belə qabağına setkanı qoyur, çeki yapışdırır ki 15 manat. Bu burada gözləyir. Bu nə qoyub? Bu nə deməkdir? Bu almanı ortaya qoyub da satış limit əmri qoyub. 15 manatdan. Baha qiymətdən oturub gözləyir. Əlini cibinə qoyub gözləyir. Ondan sonra onun altında da bir nəfər var. O birisi nəfərin nə qədər var? Bunun da olsun 3 kiloqram alması olsun satdıq. Bu da qoyub da 10 manatdan gözləyir. Elə deyilmi? Bunu sileyim, onsuz da bildiyinizdə bu depth of marketdir. Bunu başa qoysam belə başa. Hal-hazırda almanın qiyməti 5 manatdır. Yəni ki, hələ ki ortaq bazarda qiymət nə qədərdir? 5 manatdır. Yəni alan satan 5 manatdan alır, elə deyilmi? Ondan sonra indi də bunlar satanlardır, yuxarıda satanlardır. Yəni bunlar kimdir? Passiv market makerlar. Bunlar yuxarıda almanı baha qiymətdən satıb şey qoyub passiv market makerdir. Alma gətirən olmasa, satmağa alma gətirən olmasa kim alacaq? Bunlar yuxarıdan passiv market makerlərdir. Ondan sonra indi bazara təkcə satan gəlmir ki. Bura böyük bazardır da, belə üstü şifrli. Bura təkcə satan gəlmir ki, bura alanlar da gəlir. Alanlar baha qiymətdən gedib də boğazından asıb gəzəsi deyil ki, mən 15 manatdan alma almaq istəyirəm. Onlar neyinir? Boğazından asır ki, mən 3 manatdan alma alıram. 3 manata razıyam. Bu gəlir burada. Dəqiqə. 3 manatdan almaq istəyir. Neçə kiloqram almağa hazırdır? 2 kiloqram alma almağa razıdır. Yazır ki, mən 3 manatdan 2 kiloqram alma almağa hazıram. Bu nə deməkdir? Alış limit əmri qoyur. Bid. Yəni bid nə deməkdir? Aşağı qiymətdən alış limit əmri təklif edir. Onun altında da biri gəlir ki, bazara növbəti bir adam gəlir ki, mənim necə deyim, mən boğazından asır ki, yəni nə limit əmri qoyur, əmir qoyur. Əmir qoyur marketə ki, mən 2 manatdan alacağam. Baxın, bu tərəfdə göstərilənlər almanın qiymətidir. Bu tərəfdə isə hər adamın neçə kiloqram almaq istədiyidir. Bu gəlir ki, deyir ki, mən 5 kiloqram almanı 2 manatdan almağa hazıram. Onun altdan da, məsəl üçün, bir nəfər gəlir ki, mən 1 manatdan, kilosu 1 manatdan 10 kiloqram almağa hazıram. Bax, bu saatca hazıram. Oturub gözləyirəm. Bunlar da eyni zamanda bu hər iki tərəf passiv market makerlərdir. Yəni passivdirlər. Otururlar, alıcı satıcı gözləyirlər. Yuxarıdakılar alıcı gözləyirlər, satış limit əmri qoyublar. Ask qoyublar.
Yəni ki, nə gözləyirlər? Gözləyirlər ki, bir dənə oliqarx gəlsin, bunlardan almaları alsın. Aşağıdakılar da ucuz qiymətdən bunları satan gözləyirlər. Oturur, eləcə deyirlər ki, mən kilosu 1 manatdan 10 kiloqram almağa hazıram. Gözləyir ki, bir dənə əlim yanında da kimsə gəlsin, buna satsın. 10 kilosunu bu da alsın. Başa düşdünüzmü? Bunlar passiv market makerlərdir. İndi passivdən keçdik, aqressiv market makerlərə gəldik. Yəni bunlar tək bir adam olmur. Burada milyonlarla düzülür. Ola bilsin ki, burada 50 min dənə nəfər 15 manatdan toplam 1000 kiloqram almağa hazırdır. Mən hələlik bir nəfərlərlə göstərim ki, siz onu başa düşəsiniz. Bunlar passiv market makerlərdir. Əli cibində eləcə oturub gözləyirlər. İndi bazarda nə baş verir? Bir dənə gəldi, bir adam gəldi. Hələ niyyətini bilmirik. Bunu rəngini daha açıq edin. Bir dənə xala gəldi. Pensiyasını alıb əlində tutaq ki 30 manat pulu var, elə deyilmi? 30 manatlıq alma almaq istəyir. İndi bu marketə gələndə nə edəcək? Buy market. Yəni alış marketi verəcək, elə deyilmi? Alış marketi verəcək. Xala kimdən ala bilər? Satıcıdan ala bilər. Alıcı nətər? Bunlar onsuz da ki, bu xala gəlib ki, ala, elə deyilmi? Bu ya gedə otura bilər, ucuz qiymətdən alıcıların yanında otura bilər. Ya da ki, əlim yanındadır, eləcənəm gəlib almaq istəyir də, kim satırsa alsın. Yoxsa bu xala gəlib bu 3 manatdan burada ala bilməz. Ala bilər, nətər ala bilər? Əlim yanında yox, gəlsin gərək ki, bunun yanında otursun. Bax, bunun yanında otursun. 3 manatdan 2 kilo almaq istəyənin yanında otursun. 30 manatı yəni ki, gözləsin ki, adı nədir? Kimsə gəlsin buna 3 manatdan satsın. Amma yox, deyir ki, mən gözləmirəm. Mənim işim gücüm var. Mən eləcənəm girirəm, bazar qiymətindən alıram. Burada 5 manatdan neçə kilo alma var? Tutaq ki, kilosu 5 manatdan 2 kilo bazar qiymətindən alma var, elə deyilmi? Bura bir dənə baxın. 2 kiloqram bazar qiymətindən alma var, elə deyilmi? Xalanın da 30 manatı var. Gəlir, birbaşa longu basır. Alış market budur. Aqressiv. Bu xala kim oldu? Aqressiv market maker. Aqressiv maker. Bunlar passivdir. Oturanlar xala aqressiv makerdir. Gözləyəcək vaxtı yoxdur. Gəlir ki, 30 manatdan alıram. Xala alıcıdır. Elə deyilmi? Xala 30 manatlıq əmri atır marketə. Gəldi. 30 manat gəldi bura. Elə deyilmi? 5 manatdan 2 kiloqram alma qalmışdı. Onların aldı. Nə qədər oldu? 5 manatdan 2 kiloqram 10 manat ödədi. Elə deyilmi? 30-dan 10 çıxdıq. Bərabər elədi 20. Bunları aldı. İndi 5 manatdan alma qalmayıb. Xalanın da 20 manatı qalıb. Gözlə, bura yazın. Xalanın 20 manatı qalıb, 5 manatdan olan şeyləri aldı. Ondan sonra market nə edəcək? Market əmri atıb deyə xala, qiymət qalxacaq yuxarı. 20 manatı qalmışdı xalanın, elə deyilmi? Xalanın 20 manatı qalmışdı. 20 manata indi kilosu 5 manat olan almaları aldı, qutardı. İndi keçib 10 manatlıq alacaq da, elə deyilmi? 20 manatı qalmışdı. 10 manatlıq neçədən alma ala bilər? 2 kiloqram. Gəldi. Bu 20 manat da burada qutardı. Bərabər 20 qalmışdı. 20 çıxılsın 2 kiloqram alma 10 manatdan 20 bərabər 0. Yəni başa düşdünüzmü vəziyyət necədir? Xala gəldi, gördü ki 5 manatdan 2 kiloqram alma var. Hələ ki bastı, onu aldı mı?
Qaldı 20 manatı. 10 manatını üç xərclədi. 20 manata da gəlib getməlidir. Kilosu 10 manatlıq alma almalıdır. Bastı aldı. Xala qiyməti neynədi? Candle yuxarı qaldırdı. Candle yuxarı qaldırdı. Aqressiv xala candle yuxarı qaldırdı. Burada marketdə 3 kiloqram var idisə, bunun ikisini aldı. Bərabər nə qaldı? 1 kiloqram. İndi hal-hazırda marketdə 10 manatlıq 1 kiloqram alma qaldı. Xala bunları almaları aldı, getdi. Hə, indi market orada sabit durmur ki, alan satan gəlirdi, alan satan gəlir. Bir nəfər gəldi. Hatch candle qalxıb, bullish candle'dır baxın. Açıldı, candle qalxdı yuxarı. Hə, bir nəfər gəldi. Gözləyin. Bu digər bir xaladır, amma bu xala alan xaladan deyil. Bunun bağı var, almaları yığıb, əlində nə qədər var? 17 kiloqram alma var əlində. Əlində 17 kiloqram alma var, təcili pul lazımdır xalaya. Bu almağa gəlməyib. Bayaqki pensioner almağa gəlmişdi, amma bu ucu satmağa gəlib. 17 kiloqram alması var. Deyir ki, mən baha qiymətdən gəlib bunların arasında otura bilər. Xala istəsə 17 kilo almasını gəlib də 15 manata burada satışa çıxarda bilər. O zaman nə olacaq? 1 kiloqram var idi bayaq. 17'sini də üst-üstə gələndə olacaq 18 kiloqram alma 15 manatdan satışda olacaq, elə deyilmi? Amma xala deyir ki, mən orada oturmağa vaxtım yoxdur ki, mən burada passiv market maker olum, mən aqressiv market makeram. Xala deyir ki, mən satıram, yəni short açıram. Short, sell market. Xala nə edir? 17 kiloqram almasıyla hoppanır marketin içinə. Bazarı öldürür. Saç yolmasına çıxırlar ki, dəlim olubsan, sən bizim malımız satılmır burada. Sən gəlib burada deyir ki, yox, mal mənimdir, satıram. 17 kiloqram almayı satır. Kim alacaq? Aqressiv alıcılar. Bu aşağıda oturanlar deyir ki, mən 3 manatdan alıram, biri deyir mən 2 manatdan alıram, 10 kiloqramına da biri 1 manatdan alır. Elə deyilmi? Xalanın 17 kiloqram alma əmri marketə göndərildi. Hələ ki, qrafik buradaydı, elə deyilmi? Bu deyir ki, satıram da, eləcə satıram. Satış market göndərildi bura. Burada bayaq qutarmışdı, 5 kiloqramdan alma qutarmışdı. Hələlik satan harda qalıb? Yox, alan harda qalıb? Xala satıcıdır, alanlar buradadır. Bax, 2 kiloqram deyir alıram. Gəlir nə edir? 3 manatdan 2 kiloqramını burada satır bu oğlana. 17 çıxılsın, 3 vur 2. Bərabər edir 17 çıxılsın 6 bərabər edir 11. Xala gətirdi 3 manatdan 2 kilosunu buna satdı. Yo, düz oldu mu? Yo, elə deyil. Yine daha doğrusu 17 kiloqramının 2 kilosunu buna satdı, elə deyilmi? Xalanın nə qədər qaldı? 15 qalıb, elə deyilmi? Bu 17'sindən 17 kiloqramın 2 kiloqramını buna satdı mı? 3 manatdan. Yüzü burada alıcı qutardı. Bu yox oldu. Bunun əmri execute olundu. Alım-satım işləmi həyata keçdi. Ondan sonra qiymət bura kimi düşür. Qiymət üzü candle qızardı. Candle qızardı bura kimi. 3 manata düşüb. Görürük ki, bu candle qızarıb 3 manata düşüb. Ondan sonra 15 kiloyu satışa çıxartmışdı da, dəyərinə dəyməzinə. Ondan sonra qiymət bura düşür. Çünki orada qutardı üzü. Gəldi bura. 15 kiloqramının 5'i də buna getdi. 15 kiloqramın 5'ini də bu 2 manatdan aldı. Çıxdı getdi. Ondan sonra hələ də bunun əlində 10 kilo vardı. Bunu birazını baha qiymətdən satdı yuxarıdakılara. 2 kilosunu buna satdı, 5 kilosunu buna satdı. Yüzü qiymət almanın 2 manatdır. Bunun da hələ əlində 10 kilo alma var. 10 kilo alma var. Bu gəlir deyir ki, səhərdən də oturmuşam 10 manat, yox 10 kiloqram alma almağa hazıram 1 manatdan.
Bunlar nə idi axı? Aşağı qiymətdən alıcılardır. Deyir ki, olsun olsun. Cəhənnəm. Əlində qalan 10 kiloqramı da 1 manatdan buna satanda candle qıpqırmızı qızardı. Candle qıpqırmızı qızardı. İndi satıcı qalmayıb bazarda. Yəni satıcı yox, alıcı qalmayıb bazarda. Görürsüz, bu tərəf alıcılar idi. Aşağı qiymətdən əmr qoyub gözləyirdilər. 3 manatdan, 2 manatdan, 1 manatdan otururdular ki, mən alıram. İndi alıcılar qutardı, elə deyilmi? Xalada almasının hamısını satdı, pulunu qaxtaladı, cibinə qoydu, getdi. İndi növbəti bir xala gəlir. Bu da pensionerdir. Deyir ki, mənim bu saat əlində 200 manatım var. Alma lazımdır təcili. Baş üstə. Gəlir 200 manata, burada neçə kiloqram qalıb? 1 kiloqramını 10 manata alanda nə qədər qalacaq? 190 manat. Bura kimi atdı. Şu xalanın 190 manatı var axı. Alış market əmri verib. Bu arada bura vik düşəcək ha. Bu viki yaddan çıxartmaq olmaz. Çünki qiymət bura kimi gəlmişdi 1 manata kimi. 200 manatdan deməli 10 manatdan 1 kiloqram alma satışda var idi də. Bunu aldı. 200 çıxılsın 10 bərabərdir 190. 1 kiloqram 10 manatdan alma qalmışdı deyə bunu aldı, 190'ı qaldı. Bunun rəngi candle yaşıl rəngdədir. İndi xala hələ ki 190 manatı var, long açıb da. Long açıb bu adam. Alır. Bu alır. Long alış market əmri deməkdir. Ondan sonra 190 manatı da görür ki, 1 kiloqramda 15 manatdan satılır da. Onu da alır. Birazcık da qiymət yuxarı qaldırdı. 190 çıxılsın 15 qaldı nə qədər? 160. Yox 100. Hədə 165. 165 manatı qaldı. Burada qutardı da alıcı. Ondan sonra bunu birazcık da yuxarı çəksək, indi hər yerdə alan satan var. Yəni marketdə alıcı satıcı hər yerdədir. Bu adam gəlir ki, tutaq ki, lap yuxarıya gedib deyir, mən almanın kilosunu 165 manatdan satıram. Burada bir nəfər oturub kəllədə. Gözlə bunun rəngini turuncu edək. Əlimdə də mənim 1 kiloqram alma var. Xalanın da 165 manatı var idi. Bunu da aldı. Bunun da satış əmrini icra elədi. Deməli, burada satanların hamısından xala gəldi, 200 manatından almaları aldı. Bu da bu candle'ı yuxarı qaldırdı. Ondan sonra nə bilim, satan gələcək, satan xala, alan xala, belə burada bura kim getmişdi deyə sonra təzədən satan xala gəlsə, belə candle oynayacaq. Marketin hərəkəti bundan ibarətdir. Alan xala, satan xala. Alan xala, bu xalalar var, bunlar agresiv market makerdir. Çünki gələn kimi əmri basırlar. Yəni oturub da gedib orada gözləmirlər. Otura da bilərlər. Oturub gözləsələr, alış ya da ki satış limitləri qoyub gözləsələr, passiv market maker olacaq. Yəni istəsəydi bu pensioner xala, hansı ki almağa gəlmişdi, istəsəydi gedərdi ucuz qiymətdən almağı gözləyə bilərdi. Qarşısından belə boğazından asıb da mən 2 manatdan alıram. Amma o nəyi seçdi? Eləcə market qiymətindən alma. Yəni hoppandı bura, baha qiymətdən satanlardan birbaşa aldı. Bunlar satanlar idi, burada da alanlar idi ucuz qiymətdən. Xala oldu agresiv market maker, yəni long əməliyyat açanda, hansı ki bu tərəf ask site'də olan əmrlərdir, yəni baha qiymətdən satış əmrləridir. Bu tərəf isə ucuz qiymətdən alış əmrləridir. Deməli bu icra elədi alış əmrini. Bu birisi əli yanında gətirib satansa satış əmrini gətirdi, icra elədi. Bir ara candle düşmüşdü bura, sonra alıcı gəldi bura, belə candle belə oynayır. Bundan ibarətdir. İndi bundan nəyi izah eləməyə çalışıram? İndi bu alma söhbəti olmasaydı, siz marketi başa düşməyəcəktiniz. Bu nə deməkdir? Əslində bu 1 kiloqram, 2 kiloqram, 3 kiloqram deyil. Bunlar nə deməkdir?
bir kontrakt, bir enkü, nə bilim, 2 enkü, bir enkü məsəl üçün 20.000 biri 20.000-dən orada gözləyir. 300 dənə enkü, biri 19.000-dən. Baxın, bu kənarda qiymətlər var da. Bunlar gözləyir. Bu deməkdir. Bazarda alma, burada kontrakt. Hər qiymətdən, məsəl üçün enkünün qiymətinə baxın, hal-hazırda nə qədərdir? 19.686. Yuxarıda da satanlar gözləyir, aşağıda da alanlar gözləyir və hal-hazırda qiyməti hərəkət etdirənsə aqressiv market makerlərdir. Passiv makerlər də o tərəfdə oturub gözləyir. Baxın, görürsünüz, bu yuxarı qalxdı, aşağı düşdü. Deməli nədir? Kimsə gəlib satır. Yəni kimsə əlində olanları dəyərini dəyməzinə satır, aşağı düşür. Və belə əsas hərəkət, təməl hərəkət bunu başa düşsəniz, növbətləri keçəndə daha rahat izah edəcəm, onları başa düşəcəksiniz başqa şeyləri. Bunu mənim burada izah elədiyim bu sayla, həcmlə, qiymətlə əlaqəli olan şey nə idi? İndi bura bir şey yapışdıracağım, görəcəksiniz. Deməli, buna baxın. Deməli, burada nə görürsünüz? Bu nədir? Footprint candle'dır. Bura footprint candle'dır. Bu footprint nəyi göstərir? Bu tərəf ki var, bu bir tərəf. Bu tərəf aqressiv gəlib satanların icra olunan əmrlərini göstərir. Sağ tərəfsə, yəni baxın bu tərəf, alıcı pensionerləri göstərir. Yəni birbaşa gəlib də long market vurublar. Long, birbaşa buy, buy market vurublar. Bunlardır. Bu bir tərəfdə isə, sol tərəfdə isə birbaşa gəlib də aqressiv satış əmrlərini vuranlardır. Bu nə deməkdir? Məsəl üçün 2000 burada qiymətlər var da, bu almanın qiymətləri var. Məsəl üçün almanın 2676 dollar qiymətində 125 nəfər nə olub? Aqressiv alıcı, hansı ki gəlib satış limit əmrlərini vurub. Yuxarı qiymətdən satış limit əmrlərini vurub. Bunun yanında 113 isə onu göstərir ki, 113 vurulsun 125-dir də. 113 isə onu göstərir ki, aqressiv satıcı gəlib də dəyərinə dəyməzinə 113 kiloqram almanı satıb. Kimə satıb? Passiv alıcılara. Alıcılar aşağı qiymətdən birdirlər, oturub gözləyirlər. Satıcılarsa yuxarı qiymətdən orada yeni şey qabağına qoyub, üstə yuxarı qiymətdən limit əmri qoyub gözləyirlər. Və bu tərəfdə isə hansı ki aqressiv alıcılar gəlir də baha qiymətdən satanlardan alır. Bu hissədə isə görünənlər isə aqressiv satıcılar gəlir ucuz qiymətdən alanlara satır. Və bu isə qiyməti yuxarı aşağı oynadır. İndi yəqin ki başa düşdünüz. Passiv market maker kimdir? Aqressiv market maker kimdir? Passivlər ucuz qiymətdən oturur. Məsəl üçün hal-hazırda bazarda almanın qiyməti 5 manatdır. Mən oturmuşam, deyirəm ki, mən 5 manata alma almaram. Mən alıcıyam, almanı alaram 1 manata. Mən passiv market makerəm, otururam 1 manata düşməyini gözləyirəm almanın. Hansı ki kimsə əli yanımda gətirib satsa, zıppıltı ilə qiymət düşəcək 1 manata. Əgər çox satsa. Və satıcı kimdir? Gətirir ki, əlindəki alma təptəzədir, quba almasıdır, gətirib qoyub ki, mən bunu dəyərinə dəyməzinə sata bilmərəm. Mən bunu 5 manata sata bilmərəm. Mən bunu qoyuram 20 manata kilosunu. Bu isə yuxarıda oturur, aqressiv deyil, passiv satıcıdır. Passiv satıcı isə aqressiv alıcı gözləyir. Aqressiv alıcı gəlib də passiv satıcıdan alanda, passiv satıcı aqressiv alıcıya satır deyə bu bir hissədə görünür. Yəni bir sözlə bu sağ tərəf alıcılardır, hansı ki ask tərəfini vururlar. Bu bir tərəfdə isə satıcılardır, hansı ki bidi vururlar. Və burada belə footprint halına düşür.
qiymət isə yuxarı aşağı hərəkət edir. İmbalans və sair məsələlərdən indi danışmayacağam. O sonranın mövzularıdır. İmbalans, gerçək imbalans tamam fərqli şeydir. Yəni ki, 3 candle-ın arasında imbalans o zirzibil başqa şeydir. Gerçək imbalans başqa şeydir. Belə əsas bu şeyin məqsədi ondan ibarət idi ki, footprint-i başa düşəsiniz. Footprint nədir? Yəni ki, footprintdəki bu əmrlər necə icra olundu? Yəni bunun da footprintini çıxartmaq olardı. Bu xalaların əmrlərini bax bu kimi hala salmaq olardı. Belə görünə bilərdi, baxın. Belə məsəl üçün candle-dır. Məsələn, almanın qiymətləri var. Xalalar məsəl üçün burada bir dənə pensioner gəlmişdi ki, mən 30 manatlıq almaq istəyirəm. Onun aldığı almalar, onunu bir yerdən almışdı. Məsəl üçün qalanını da bir yerdən almışdı. Məsəl üçün 5 kiloqramı buradadır. 2 kiloqramını burada icra eləyib. Bu yuxarı qiymətdə, bu qiymət buralardadır. Qiymət baxın, onsuz da baxanda görünür. Bunlar yuxarı qiymətlər, qiymət getdikcə azalır. Belə sütunvari. Yuxarıdan aşağıya doğru. Yəni bunlar da ortada kiloqramları göstərir ki, neçə kiloqram bu qiymətdən icra olunub. Bu isə kontraktlardır. Məsəl üçün 166 kontrakt bu qiymətdən icra olunub. 168 kontrakt bu qiymətdən icra olunub, alıcı olub, həmin yerdə 6 nəfərcə satıcı, yəni shorta girən olub, amma 160 yox, yəni 6 kontrakt shorta giriblər toplam. 168 kontrakt longa giriblər. Yəni bunu göstərməyin əsas məqsədi oradadır ki, bu xalalar longdur yoxsa shortdur. Bu kənarda duranlar aqressiv market makerlərdir, market iştirakçılarıdır. Bu burada qabağına yenişik qoyub da gözləyənlər, qabağından elan asanlar ki, mən alıram. 2 manatdan 3 manatdan alıram. Burada gözləyənlərsə, balaca adamlarsa passiv market makerlərdir. Yəni burada da bu balaca 5-10 manatdan, 1-2 kiloqramdan söhbət getmir. Minlərlə kontraktdan söhbət gedir ki, icra olunur marketdə. Marketdə icra olunur və qiymətin yuxarı aşağı getməyinə səbəb olur. Və bu əslində elə heç nə olmaz, elə o haqda danışım. Bizim likvidlik dediyimiz şey də budur. Likvidlik hər yerdədir. Likvidlik nədir? Bax, likvidlik bunlardır. Likvidlik gözləyən icra olunmamış əmrlərdir. Baxın, likvidlik budur. 10 kiloqram 3 manatdan almaq istəyir. Likvidlik budur. 15 kiloqram, yox, 1 kiloqram 15 manatdan satmaq istəyir. Likvidlik budur. İcra olunmamış gözləyən əmrlərdir likvidlik. İndi o mövzulara gələcəm, narahat olmayın. Yəni ki, burada likvidlik sadəcə haylarda və lovlarda yaranmır. Haylarda, lovlarda yaranmır. Elə bir şey yoxdur. O ICT düzdür, haylar və lovların başqa anlamı var likvidliklə. Onu da izah eləyəcəm. Yəni ki, likvidlik hər addımda var. Hər addımda. Bax, gəlir burada gözləyirlər. Burada oturub gözləyirlər. 1 kiloqram alıram 10 manatdan, 5 kiloqram satıram 10 manatdan, qışqırışma başlayır, bazar gedir. Belə yuxarı aşağı, bazar gedir. Qışqırışırlar, mən 2-dən alıram, mən 1-dən alıram, mən 10 manatdan satıram, kim alır alsın. Almanın da market qiyməti oynayır. Vitrin qiyməti oynayır, aşağı yuxarı, alıcılar artır, satıcılar azalır, tələb təklif alır, qiyməti hərəkət elətdirir. Bu likvidliyə görə olur. Passiv market makerlər oturanlardır, aqressivlər də gəlib onlardan alıb onlara satanlardır. Beləliklə, yəni ki, likvidlik hər yerdədir, hər addım başıdır. Bax, buna NQ-də qrafika baxırıq, elə deyilmi? Deyəcəksiniz ki, buy side liquidity. Yox, hər yerdədir. Bu likvidlik burada deyil. Burada da var, burada da var, burada da var. Hər yerdə, hər qıl nöqtədə, hər pointdə likvidlik var və alıcı və satıcılar var. Oturub, əllərini qulağının dibinə qoyub gözləyənlər ki, mən bu qiymətdən, məsəl üçün, limit, baxın, alış limit əmri. Mən bura bir kontrakt ata bilərəm ki, NQ-nun qiyməti, məsəl üçün, kənarda görürsünüz. NQ-nun qiyməti buralara düşəndə 19.655-ə düşəndə
Mən bu qiymətdən ala bilərəm. İnçinin qiyməti hazırda 19713-dür, dəyişir. Dayanmır ki, dəyişir. Mən deyirəm ki, 19660-dan almaq istəyirəm. Bura atıram, alma alıram elə bil ki. Long açıram da, elə bil ki, buraya çatanda alış əmrini icra eləyəcək. Yəni ki, long short'u izah elədim. Long short əslində nədir? Yəni ki, long short əslində take profit və stop loss deyə bir şey yoxdur. Take profit və stop loss deyə bir şey yoxdur. Alış əmri var, satış əmri var. Yəni burayı yazıram. Market order nədir? Aqressiv hallar. Ya gəlir birbaşa satır, ya da birbaşa alır. Dəyərinə dəyməzlər. Market əmrləri bunları tərəfindən verilir. Limit əmrləri isə səbirli olub, məsəl üçün deyir ki, mənim 10 kiloqram quba almam var. Hazırda baxır ki, market qiyməti, bazar qiyməti quba almasının 5 manatdır. Mən deyirəm ki, 20 manatdan satacağam. Gelirsən, kaseti qabağına qoyur, oturursan ki, mənim 10 kilo almam var, 20 manatdan satacağam. Otur ki, oturasan orada, beləcə oturursan orada, limit əmri qoyursan deməlisən. Sən istəsən, gətirə bilərsən o kaset almanı götürərsən, 5 manatdan verərsən gedər. Amma şeydir, sən istəyirsən baha qiymətdən satarsan. Bunlar limit əmrləridir. Limit və stop əmrləri də demək olar ki, eyni şeydir. Stop əmrləri də çünki zərərdə olanlara deyilir. Elə birbaşa hamısına limit əmri desəniz kifayətdir. Yuxarıda satış limit əmrləri, aşağıda alış limit əmrləri. Bunlar da bir-birini vuranda icra olunur, aqressiv gələnlər tərəfindən. Və beləcə footprint yaradır. Nə qədər, hansı hissədə neçə dənə, neçə kiloqram alma satılıb. Məsəl üçün, baxın, tutaq ki, 2873.75 qiymətindən 4 nəfər aqressiv satıcı gəlib short açıb almada, amma 90 kiloqramlıq alma isə aqressiv alıcılar tərəfindən alınıb. Kimdən alınıb? Passiv satıcılardan. Passiv və aqressiv market makerlərdir. Bir də əmrlərin işləyişi bu qədər. Yəni order flow-a giriş elədik. Volume və s. delta. Bunlar hamısı haqqında da dərslər paylaşacağım səbirli olaraq. Hamısını səbirlə izləyin. Çünki bu təməli başa düşməsəniz, bu alma söhbətini başa düşməsəniz, gözünüzdə böyüdəcəksiniz, belə olacaqsınız. Ona görə də ki, birinci buna cüzi yanaşmalısınız. Yəni, böyüdəcək bir şey yoxdur, bazardır, marketdir, bazardır. Yəni, belə havalı, belə böyük bir şey yoxdur ortada. Birinci bunu başa düşdünüz, ondan sonra artıq başa düşdük ki, əmrlər nələrdir, sonra volume profile nədir, volume profile-la necə işlənir, onun şeyləri nələrdir, delta nələrdir, average price-dir, value area high-dir, low-dur, time price-dir, market profile-dir, time price profile-dir və s. Bunların hamısı haqqında slabsu hələ açıq paylaşmıram bəzi səbəblərə görə. Sadəcə dərsləri oturaraq səbirli şəkildə izləyin. Hamısının vaxtı gələcək. Get-gedə paylaşacağım. Belə görüşəndək.